Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rəhmətullah. Əziz dostlar, hər vaxtınız xeyir olsun. Rəcəb ayının gəlişi münasibəti ilə sizlərə təbrik deyirik. Allah təbarək və teala bizlərə tövfiq versin ki, bu aydan istifadə edə bilək, bu ayın dualarından, bu ayın orucundan və digər əməllərindən. Bildiyiniz kimi hədislərimizə əsasən və hətta Quran ayələrindən də istifadə olunur. Bəzi günlər, bəzi yerlər əzəmətli yer və günlərdir. İnsan həmən günlərdən istifadə etməlidir. Necə ki, hədisdə gəlib, bir hədis oxuyacağım icazənizlə. Buyurur ki, İnnə li rabbikum fi əyyəmi dəhrikum nəfəhatin. Sizin ömrünüzdə bəzi nəfəhat olur Rəbbiniz tərəfindən. Nəfəhət sözündəndir. Günəş isti bir gündə çıxırsan çölə, günəş deyək ki, sənə əziyyət eləyir. Birdən yüngül bir külək əsir, sərin. İnsana necə xoş gəlir, meh. Nəfəhət də lüğətdə buna deyilir. Təbii ki, burada məqsəd ilahi lütfdür, ilahi mərhəmətdir. Yəni, bəzi günlərdə sizin həyatınızda xüsusi anlar, xüsusi zamanlar, vaxtlar var ki, həmən anlarda Allahın mərhəməti, lütfü sizin sorağınıza gəlir. Nə etməlisiniz həmən vaxtı? Fətəərrədu ləhu. Özünüzü o, deyək ki, o mehin qarşısına çıxarın, özünüzü ona verin. Yəni, dəysin o nəfəhat sizə də, toxunsun. Ən yusibəkum nəfhətun minhə fələ təşqavunə bə'dəhə əbədən. Əgər belə etsəniz, heç vaxt bədbəxt olmazsınız. Məsələn, deyək ki, həcc günləri var. Allahın bir nəfəhatıdır. Mübarək Ramazan ayı və xüsusilə Qədr gecəsi Allahın nəfəhatıdır. İnşallah bu barədə geniş danışacağıq Allahın izni ilə, dualara izah verəndə. Bir dənə məktub var. Bildiyiniz kimi Əllamə Təbatabai bəzilərinə məktub yazırdı. O məktubların birində belə bir şeyə rast gəldim mən. Əllamə o şəxsə deyir ki, bu ayda filan əməli yerinə yetir, filan əməli yerinə yetir. Daha sonra deyir ki, çox yemək və çox içməkdən pərhiz elə, çəkin, ifrat və təfrit olmaz və fürsəti qənimət say. Necə ki, bu hədisdə deyilib, həmən hədisi gətirir. Yəni, Rəcəb, Şəban və Ramazan ayları fürsətdir. Nə üçün fürsətdir? Bəndəçilik üçün. Ən yüksək bəndəçilik də Allahı tanımaqdır. İnsan əgər Allahı tanıyarsa, əsl elə bəndəçiliyə yetişib. Təbii ki, kənarında əməllər etməklə. Biz Allahın izni ilə bu 30 günü İstəyirik o dualar ki, Rəcəb ayında nəql olunub, o duaları oxuyaq. Hansı dualar? 2 qrupa bölünür dualar. Bəzi dualar təvəssüllə bağlıdır, Həzrət Peyğəmbərə, əymə əleyhimussalama. Bu, öz yerində araşdırılmalıdır və bəzi dualar isə tövhidlə bağlıdır. Xüsusilə Rəcəb ayında bu tövhid özünü yüksək göstərir, yüksək bizə nümayiş elətdirir. Çünki bu ay tövhid üçün bir zəminədir, bir fürsətdir. İnsan o tövhidə çatsın, ta özünü hazırlasın əsl qonaqlığa ki, Ramazan ayıdır. Bir dənə hədis var, o hədisi oxuyum Rəcəb ayı barəsində. Hədis müxtəlif mənbələrdə gəlib və əhl-i sünnə mənbə, bu hədis ki, oxudum, nəfəhat, o əhl-i sünnə mənbəsində də gəlmişdi. Ki, bəziləri əlbəttə deyirlər, orada bir dənə ravi məchuldur, lakin alimləri, bəzi alimləri bu hədisə istinad eləyib və deyirlər, bəli, Allahın nəfəhatı var. Bu hədis ki, oxuyacağım, indi müxtəlif kitablarda gəlib, Baharul Ənvarda da gəlib və Seyyid ibn Tavusdan oxuyuram mən o Əl-İqbal bil-Ə'malil Həsənədə. Orada gəlib deyir ki, Allah təbarək və teala İnna Allah Teala nəsəbə fis-səmai s-səbi'ati mələkən. Allah təbarək və teala 7-ci göydə bir dənə mələk
təyin eləyib, mələk qoyub. Yuqal ləhu əd-da'i, ona da'i deyirlər. Baxın, bu 7-ci göy ki deyir, təbii ki, bizim başa düşdüyümüz bu maddi mənada göy deyil. Məqsəd o, Allah Təbarək və Teala'nın yüksəklikdən ki, mərhəməti nazil olur və ən yüksək deyək ki, o 7-ci göydür və ondan üstündə deyək ki, kürsü, ərş. Bunlar hamısı mənəvi mənada başa düşülməlidir, mücərrəd mənada başa düşülməlidir. فَإِذَا دَخَلَ شَهْرُ رَجَبْ elə ki, Rəcəb ayı daxil olur, يُنَادِ ذَلِكَ الْمَلَكُ bu mələk kullə leylə, hər gecə ilə səbah, səhərə qədər, hər gecə, səhərə qədər nida edir. Tubə lizzəkirin, zikr edənlərin xoş halına. Tubə liddai'in, itaət edənlərin xoş halına. Və daha sonra Allah Təbarək və Teala deyir, Ənə cəlisu mən cələsəni. Mən mənimlə dost olanla dostam. Və qafiru mən istəğfərəni. Məndən bağışlanmaq diləyəni mən bağışlayanam. Əş-şəhru şəhri, ay, yəni Rəcəb ayı mənim ayımdır. Vəl-abdu abdi, bəndə də mənim bəndəmdir. Və-rəhmətu rəhməti, rəhmət də mənim rəhmətimdir. Fəmən dəani fi həzə şəhr əcəbtuhu. Hər kəs bu ayda məni çağırarsa, onu icabət edərəm. Və mən səələni a'taytuhu. Hər kəs məndən istəyərsə bir şey, mən əta edərəm. Və mən istəhdani hədəytuhu. Hər kəs məndən hidayət tələb eləsə, onu hidayət edərəm. Və cəaltu həzə şəhrə. Bu ayı mən qərar vermişəm həblən beyni və beynə ibadi. Özümlə bəndəlim arasında bir ip qərar vermişəm, bir vasitə qərar vermişəm. Fəmən i'təsəmə bih, hər kəs o ipə yapışarsa, vəsələ iləyə, mənə çatar. Təbii ki, bu əməllər öz yerində olmalıdır mütləq. Bu deyilən istiğfar, zikir, lakin o ki, əsas önəmlidir və bizdən tələb olunur bu ayda, o tövhid məsələsidir ki, insan həmən o tövhidə yetişər, diqqət eləyə. Dualar da elə bunun üçün gəlib. Siz Rəcəb ayının dualarına baxsanız, başdan ayağa tövhid dualarıdır. İnsanı tövhidə dəvət edir. Baxın, bizim etiqadımız budur və bu da həqiqətdir. Əhl-i Beyt əleyhimussalam dini marifləri müxtəlif yollardan bizə çatdırıblar. O yollardan biri də duadır. Siz İmam Səccad əleyhissalamın dualarına baxsanız, sadəcə o oxuyub keçmək üçün, savab qazanmaq üçün deyil. O dualarda mariflər var. Bir dənə nümunə üçün mən elə oxuyacam inşallah gələn çəkilişimizdən bu barədə danışacaq. Oxuyuruq, Yə mən ərcuhu li kulli xayr. Ey bütün xeyirdə ümid bəslədiyim kəs. Bu əslində bir dənə bizə marif ötürür. Nə marifi? Bu marifi ki, insan o vaxt tövhidə yetişər ki, bütün xeyirlərdə ümidi yalnız Allah Təbarək və Teala olsun. Onu hər bir işdə müstəqil görsün. Ondan başqasına heç bir varlığa ümid bəsləməsin. Bu bizə ötürülür. Yəni imam bunu dilə gətirir, yəni istəyir bizə təlim edə ki, əsl tövhid budur. Və əgər istəyirsən Allahın rəhmətini cəlb edəsən, yolu da elə budur. Yəni bu cür demək, bu cür sözlərdən istifadə etmək, ümumiyyətlə inşallah danışacağıq. Bizim dualarımız 2 hissədən ibarət olur adətən. Birinci hissə Allah Təbarək və Teala'nı mədh etməkdir, Allaha təriflər deməkdir və o təriflərə aid, o təriflərlə bağlı istəklərdir. Məsələn, bir nəfər adamın xəstəsi var, görürsən ki, imam xəstənin şəfa tapması üçün Allahdan istəyir, Allahdan bir şey istəmək, özünün ya ətrafında olanın Allahdan bunları tələb edilmək istəyir, yəni xəstənin şəfa tapmasını elə kəlmələrdən istifadə edir ki, Allah orada şəfa verəndir. Məsələn, ey şəfa verən, çünki Allahın bütün isimləri xüsusi məna, xüsusi rola malikdir. İnşallah gələn çəkilişimizdən Rəcəb ayının dualarını araşdıracaq, təhlil edəcək, şərh edəcək. Əlbəttə, əxlaqi nöqtələr deyil, biz istəyirik tövhidi nöqtələrə toxunaq Allahın izni ilə. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.